Herkese YouTube kanalından salamlar. Salam Zəhra xanım. Salam. Bugün sizi biraz suallarımızdan yoracağıq. Hər kəs tərəfindən maraqlı gələn bir mövzu var. Necə özümü sevim? Nə edə bilərəm özümü sevim? Və bugün Yaddan çıxdı. hə, Sual yaddan çıxdı. ilk sualım belə olacaq ki, insanların hər zaman şikayətləndiyi bir mövzu var. Mən özümü necə sevə bilərəm? Özümü sevmək və demək olar ki, səhifəmdə doludur belə videolar. Aşırı dərəcədə yenə suallar gəlir. Mən anlayışı olmadığına görə bizdə direkt mövzuya keçdim bu arada. Belə bir açıqlama verim ki sizə. YouTube kanalımda bundan sonra 21 günlük bir proqram təşkil edəcəyik və bu 21 gün içərisində özünü sevmək, eyni zamanda münasibətlərimizlə bağlı olan problemlər və digər problemlər haqqında danışılacaq və sizə tapşırıqlar veriləcək. Bu tapşırıqları yerinə yetirdiyiniz təqdirdə 21 gündən sonra özünüzdəki dəyişikliyi görəcəksiniz. Mənə elə gəlir ki, bu şansı qaçırtmayın və şərhlərdə də yaza bilərsiniz ki, hansı mövzuya toxunmalıyam, hansı mövzuya toxunulmasını istəyirsiniz və nələr sizə daha yaxşı gələ bilər. Hər gün evinizin qonağı olmaq istəyərəm, çünki özümüzü sevmək ilk öncə bizdən başlayır, amma hər səhər oyananda ay mən möhtəşəməm, özümü yaxşı hiss edirəm deyə bilmirik təəssüf ki. Çünki açırıq telefonu, sevgilimiz bizə ayrılıq mesajı yazır. Evdə də qaynana qaynata, səhər oyandım, nə edə bilərəm? Və burada da artıq başlayır onların aqressiyası. Yalnız özümü sevirəm deyə bilərəm. Bu da ki, nə dərəcədə mənə təsir göstərəcək. Buna görə mən deyirəm ki, gəlin birinci növbədə mən nə istəyirəm buna baxaq. Nə istəyirəm mən? Mən bu həyatdan gözləntim nələrdir? Yəni mən necə bir həyata gözümü açmaq istəyirəm? Sözünüzü kəsirəm Zəhra xanım. Dediniz ki, mən nə istəyirəm? Bəs bunun cavabını necə tapa bilərik biz? Yəni nə istədiyimi bəzən elə olur ki, fərqində mən özüm də ola bilmirəm. Çox şey istəyirik, amma nə istədiyimizi konkret bilmirik. Yaxşı sualdır bu. Mən nə istədiyimi mən bəlkə də bir insan mənlik anlayışını bəlkə də 30-da 35-də bəlkə də tapır. O da ki, keçmiş illərə baxır, görür ki, mən keçmiş ildə nə yaşamışam. İnsanlara yaxşı gəlmişəm, amma özümə yaxşı gəlməmişəm. Və buna görə də artıq biz nə istədiyimizi birinci növbədə oturub yazmalıyıq. İnsanlar o qədər qaçır. Məsələn, sizə bugünkü tapşırığım o olacaq ki, oturun, təsəvvür edin ki, heç bir şəkildə sizə yox cavabı verilməyəcək. Və yox cavabı verilmədiyi bir halda həyatdan nə istəyirsiniz? Təsəvvür edin ki, gözünüzü yumacaqsınız, hansısa bir görüntünü gözünüzün önünə gətirəcəksiniz və onların hər biri sizin həyatınızda olacaq. O Xızır kimi yetişəcək sizin həyatınıza. Sırlar dünyası çəkirik, düzdür. Amma biz bunu əvvəlcədən inanmayacağıq. Bəli, şuur bizə inandırmayacaq. Çünki bizim şuuraltımız həyatda hər şeyə sahib ola bilmək gücünə, potensialına sahibdir. Amma bunu şuur qısıtlayır. Şuur deyir ki, sənin indi pulun yoxdur cibində, necə 5 otaqlı ev ala bilərsən? İndi cibində pulun yoxdur, necə gedib kofe shopda otura bilərsən? Və bəzən də əksər psixoloqlar, yaşam koçları deyir ki, özünü sev, get bir kofe shopda otur, kofe iç və s. Amma bir insan qıtlıq bilincindədirsə, o kofe shopda gedib 7 manat verib sizcə kofe alacaq? Xeyr, almayacaq. Və buna görə də ən azından kiçik şeylərdən başlamaq lazımdır. Günə oyananda ay bu gün çox işim var, ay bu gün filan şeylər etməliyəm deyil də, şikayət duyğusu ilə yatırıq, şikayət duyğusu ilə də gözümüzü açırıq və buna görə də həyatımızda heç bir şey yolunda getmir. Elə şikayət edəcəyimiz şeylər çoxalır. Gəlin sizə biraz sözlərin gücündən danışaq. Çünki bir insan sözünün gücü necədir? Onun fərqinə varanda artıq həyatını biraz da o idarə edir. Bu gün %90% insanın həyat onu idarə edir. O həyatı idarə etmir. Yəni bu gün səhər saat 9-dan 6-ya qədər 350 manatlıq, 400 manatlıq bir işdə işləyiriksə, plus da ehtiyaclarımızı ödəmiriksə, baxın görün ruhumuz zəngindirmi? Ruhumuzun zəngin olduğunu gəl test edək. Məsələn, sənin ruhun zəngindir Duyğu. Səncə? Mənim bəli zəngindir. Məsələn, aldığın aylıq maaşla əlavə maaşın qədər kənara ata bilirsən? İstəyəndə atıram bəli. İstəyəndə, amma nələrdənsə qısıb atırsan.
Yox, qismən. Hər bir şeyini, bütün ehtiyaclarını ödədin və xərclədiyin qədər də kənarda bir pulun var. Təbii ki, 1 ayın içində bütün ehtiyaclarımı ödəyə bilmirəm, Hı. amma bu, gələcək zamanlarda ödəməyəcəyim anlamına gəlmir. Amma burada biraz boynu var ki, o qıtlıq bilinci var. Əgər bir insan deyirsə, gedir menünü açır, deyir ki, 7 manatlıq məsələn kapuçinodur, 4 manatlıq amerikanodur. Deyir ki, elə 7 manat ona verənə qədər qoy 4 manatlığı içim, 3 manat da burdan, 3 manat da yol pulum. Bəlkə mən Və amerikano sevirəmsə? amerikano sevməyin başqadır. Amma sən əgər qısıtlayırsansa özünü, sevdiyin halda açsan, amma gedirsən çay içirsən. Yeməyə çox pul verməyin dərdindən. Deyilsən elə? Xeyr. İzləyicilərimizin arasında yəqin ki, elələri var. Yəqin ki, belə insanlar da var. Niyə bunu belə deyirəm? Çünki bizim ruhumuz zəngin olmalıdır və biz əgər ehtiyaclarımızı ödədiyimiz bir işdə işləyiriksə, deməli ruhumuz zəngin deyil. Sadəcə ehtiyaclarımızın ödənməsi üçün bir işdə işləyirik və aylıq onları yola veririk və mən deyirəm ki, mən ehtiyaclarımı ödəyirəm. Sənin ehtiyacın o zaman ola bilər ki, 1 aylıq ehtiyacını bir gün içində qazana bilirsənsə, ruhun zəngindir. Və yaxud da 2 günlük ehtiyacını 2 günün içərisində qazana bilirsənsə, bu zaman sənin ruhun zəngindir demək. Yox, əgər sən 1 ay oturub gözləyirsən, hər ayın 30-u maaş alacaqsan və bütün ehtiyaclarını ayın 30-undan sonraya saxlayırsansa, o zaman təəssüf ki, ruhun zəngin deyil. Yəni bunu biraz boynumuza almalıyıq. Gərək hara, özünü sevməkdən söhbət gedir burada. Əgər bir insan fədakarlıq duyğusundadırsa, məsələn, burada mən valideynlərə səslənirəm. Valideyn deyir ki, mən bunu yeyənə qədər uşağıma alım, bunu geyinənə qədər uşağıma alım, geyinsin. Bu artıq sizin qıtlıq bilincində olmağınızdır. Amma bu sizin eqolu olmağınız anlamına gəlmir. Yəni ancaq özünüzü düşündüz anlamına gəlmir. Əgər bir insan özünü sevirsə, özünə nələrsə edirsə, nəyisə qıyırsa, hətta qıymaq sözü belə qıtlıq bilincindən gəlir. Nəyisə özünü alırsa, o zaman biz deyə bilərik ki, özündən sonra da sağlam bir nəsil formalaşdırır, xoşbəxt bir nəsil formalaşdırır. Artıq siz özünüzə qıymayanda, özünüzə nəsə almaq yerinə uşağa nəsə alanda, avtomatik olaraq uşağa o bilinci ötürürsüz. Yəni bir uşağa valideynindən təkcə görünüş keçmir də, onun bütün duyğusu, düşüncəsi, inancları, qorxuları da keçir. Və buna görə də məsələn deyir ki, bəlkə mən bencil olacağam elə olanda. Əgər uşağıma eləmirəmsə, bilirəm ki, onun ayaqqabısı yoxdur, mən özümə ayaqqabı alıramsa, bu bencillik demək deyil. Birinci özünüzü sevmək deməkdir və o uşağa bir nümunəsiz artıq. Nümunəsiz ki, uşaq sizdən baxır, götürür ki, birinci özün, daha sonra başqaları. Bir insan özü xoşbəxt deyilsə, başqasını xoşbəxt edə bilər. Xeyr, təəssüf ki. Buna görə də xoşbəxt nəsil yoxdur Azərbaycanda. Nəinki Azərbaycan. Məsələn, başqa bir ölkəyə gedirik, görürük insanlar necə gülür, küçədə gəzir, gülərək, əylənərək, mahnıya qulaq asır, oynaya gəzir. Bizə belə baxsalar deyəcəklər dəlidir. Və buna görə də insanlar artıq gülməyi belə yadırğayıblar. Hətta çox güləndə deyirlər ki, nə olub, niyə gülürsən? Bunu bir qınaq obyekti olaraq deyirlər ki, möhkəm güldün, doğru gülmədin, cəmiyyət içindəsən, biraz gülüşünü qıs. Artıq insan öz sərbəst gülüşünü də rahat. Cəmiyyət içindəsən, amma özünkilərin də yanında güləndə başlayırlar, onda da qız uşağı belə tabular. Və yaxud da ki, hansı günüvə gülürsən? Bu cümlə çox tez-tez işlənir. Bu Cibində 5 fikir də manatın yox. qısıtlama ilə bağlıdır. Əlbəttə, sən öz gününü özünə zəhər edirsən artıq. Səhər necə oyana bilərsən belə gümrah. Tamam da o şeylərdə kinolarda olur, belə yorğanı açır, ay bu gün möhtəşəm gündür, necə sabaha oyanmışam, amma ondan sonra başlayır ki, ay mən bu gün çox iş görməliyəm, çatdıra bilmədim, filan problem burdan gəldi, filan problem. Yəni siz problemlərinizi nə qədər çox böyüdəcəksiniz, o qədər də böyüyəcək. Yəni bir şeyi böyütmək istəyirsənsə, xoşbəxtliyi böyütmək istəyirsənsə, xoşbəxtliyi çox-çox deməlisən. Həyatındakı problemləri böyütmək istəyirsənsə, həyatındakı problemləri hər zaman var olduğunu, yəni deməlisən. Unutdurmur. Beyin, şuuraltıyı unutdurmur ki, sənin problemin var. Unutdurmadığı üçün də dolu-dolu problemlər gəlir. Bəs xoşbəxtliyi necə əldə edə bilərik? Xoşbəxtliyi özümüzü tapanda əldə edəcəyik, indi yox. Mən indi sizə deyim ki, özünü xoşbəxt hiss etməyəcəksən. Bəs özümüzü nə zaman tapacağıq? Özünüzün axtarışında olanda. Bu axtarış necə olmalıdır ki? Məsələn, sizə bir texnika deyim və elə bugünkü birinci günümüzün tapşırığı bu olacaq. Hər səhər oyanan kimi 100 dəfə güzgüyə baxıb mən səni sevirəm de. Gör deyə biləcəksən.
bir neçə dəfə deyəndən sonra əminəm ki, çoxsunda gülmək gələcək və yaxud da çox mənasız bir şey kimi görəcək bunu. Ay sağ ol. Mənasız gəldiyi üçün insanlar səni sevmir. Mənasız gəldiyi üçün özünü özünü sevmirsən. Və mənasız gəldiyi üçün özünü özünü sevmədiyin üçün hətta burada yaranır bir təzad və daha sonra deyirsən ki, insanlar məni niyə sevmir? Xoş gəlmisiniz. Bəli. Danışırıq. Studiyamıza kofe gəldi. Nuş olsun, nuş olsun. Amerikano deyirdiniz, Amerikano gəldi. Gördünüz, nə istəyirsinizsə o da olur. Nə istəyirsinizsə o da gəlir. Heç ummadığımız bir yerdə, ummadığımız bir anda. Və Amerikano demişkən bir şey ağlıma gəldi. İnsanlar bəzən öz acısını sanki daxilində çəkdiyi o izdirabı bu cür acı qidalar yeməklə və yaxud da çətin bir şeyləri əldə etməklə bu kimi aktivitələr, yəni fəaliyyətlərlə məşğul olub sanki özlərini təmin edirlər. Emosional aclıqdır bu. Bu emosional aclığı doldurur. Məsələn, çox şirniyyatı sevirsinizsə, deməli sizin keçmişinizlə bağlı, uşaqlığınızla bağlı bastırdığınız duyğular var. Şirniyyat yemək krizinə keçirə bir insan çoxlu şokolad yer və s. Bunların hər biri uşaqlığı ilə bağlı yarandığı bir təzaddır. Yəni uşaqlığını unutmaq istəyib, uşaqlığında hansısa bir travmanı unutmaq istəyib, amma unuda bilmirsə, daha çox şirniyyat krizinə keçir. Və yaxud da çox acı yeyirsənsə, çox acını istəyirsənsə, bu sənin acıdan zövq almağın anlamına gəlir. Yəni sən acı çəkəndə, narsist bir insanla sevgi olanda sən artıq o acı yeməyə buraxacaqsan. Bunu biraz heç kimin başına gəlməsini istəmirəm bu duyğunun. Amma baxın görün həyatınızda sizi aşağı çəkən, sizə təhqir edən, sən beləsən, sən eləsən, günahkarlıq duyğusunu verən bir insan həyatınızda olanda siz acı yeməyə buraxacaqsınız. Nə vaxt ki ondan ayrılırsınız, cipsi yeyirsiniz, acı yeməkləri yeyirsiniz, istiot yeyirsiniz, məsələn, biber çox yeyirsiniz. Amerikanonu çox sevən insanlar. Amerikanonu çox sevən insanlar, acı dadı zövq alan insanlar, ruhlarına acı gələn şeyləri çox sevirlər. Onları narahat edən. Ondan çox gözəl, məsələn, 9-dan 6 işləyə bilərlər həmin insanlar. Niyə işləyə bilərlər? Çünki özlərinə zülm edirlər. Hətta işdən sonra da işləyə bilərlər. Bəli. Özlərinə zülm edir və daha sonra qurban sindromunda olmağı sevirlər. Ay mən çox işlədim, mən çox işlətdilər, mən çox yoruldum, mənim həyatım belə gəlir. Çox belə wow dərəcədə özlərindən qurban sindromuna keçirlər. Qurban pozisiyasında olurlar və özlərinə acıyırlar daha çox. Başqalarının da onlara acımasını istəyirlər. Sən bilirsən mən necə keşməkeşli həyatlardan keçmişəm. Sən bilirsən mənim uşaqlığım necə olub. Drama. Drama queenlər Amerikanı sevənlərdir. Amerikanı sevirəm, amma drama queen deyiləm. Hardasa torpilləmsən onda. Və hər gün səhər tezdən 100 dəfə güzgüyə baxaraq səni sevirəm de. Ta ki bu sənə absurd gəlməyənə qədər. 100 dəfə niyə bunu deyirik? 3 dəfədən sonra öz-özünüzə deyəcəksiniz, ayda bu nə aidiyyətsiz bir şeydir, bu nə dəxlisiz bir şeydir. Və həmin o ana gəldiniz, deməli sizi sevən insanlara da elə baxırsınız ki, bu mənim nəyimi sevir, özünüzdən razı deyilsiniz, kompleksləriniz var. Və buna görə də təbii ki, sizi sevən insanlar deyil də, sizi daha çox günahlandıran və aşağı çəkən insanlar həyatınızda olacaq. İkinci tapşırığımız bu olacaq ki, səhər oyananda mən necə edirəm? Mən öz rutinimlə deyim. Hər səhər oyananda 24 saatlıq bir kainata komanda verirəm. Bugün necə hiss etmək istəyirəm? Kainat sizin o qədər sevdiyiniz bir şeydir ki, əslində insanlar, qadınlarımız daha çox əmr verməyi sevirlər məsələn. Əmr verilsin, bura get, ora gəl, buna gəl, bunu elə. Və kainatda budur. Kainat sizin qulunuz olmağı sevir. Və siz nə etsəz, nə desəz, onların hər birini həyata keçirtməyə tabedir. Şuuraltımızı necə dəyişə bilərik? Birinci növbədə hər səhər oyananda 21 günlük bir proqramlama edəcəksiniz. Və 21 günün bir gününü əgər atlasaz, məsələn, dünən etdiniz amma bugün etmədinizsə, sabah yenidən 21 günə başlayacaqsınız. Yəni bunu unutmayın. Çünki 21 gün ard-arda olunan komanda şuuraltı artıq buna inanır.
Şuurla şuuraltı biraz dirənc göstərir. Bəzən sizi unutdurmaq istəyir ki, ayılmayasınız. İndiyə qədər necə gəlmisinizsə, elə də gedəsiniz. İndiyə qədər necə yaşamısınızsa, elə də yaşayasınız. Amma şuuraltı görürsüz, sizi kıpırdadır. Əgər bu videoya belə baxırsınızsa və yaxud da bu və bu kimi videolara baxırsınızsa, özünüzü kəşf etmək istəyirsinizsə, gününüzün daha yaxşı keçməsi üçün nələr edə bilərəm, bunu araşdırırsınızsa, deməli ruh artıq doyub. Artıq ruh dəyişmək istəyir, özünü tapmaq istəyir. İndiyə qədərki kimi yaşamaq istəmir məsələn. Və buna görə də hər səhər oyandınız, pəncərəni yay, qış fərqi yoxdur, mən bunu edirəm. Hətta dünən ya sırağa gün edəndə çox pis yağış idi və saçlarım islanacaq dərəcədə pəncərənin qarşısında durmuşam və o qədər gözəl bir duyğu idi ki, o duyğu artıq sənə kainatın verdiyi bərəkət duyğusudur, istədiyini əldə etdiyin bir sevinc hissinin sənə verilməsidir. Hər səhər pəncərəni açıram, yay, qış fərqi yoxdur. Əllərimi açıram. Kainat mənə 24 saat içində xoşbəxt olacağım şeylər ver mənə. Mənim bildiyim, bilmədiyim, indiyə qədər hiss etmədiyim, onu yaşayarsam çox xoşbəxt olacağım bir şey ver. Və bunu mənə elə ver ki, mən bunu hiss edim. Səndən mənə gəldiyini hiss edim. 24 saat vaxtım var. 24 saat içində məni xoşbəxt edəcək mənə hansısa bir hadisələr yaşat. Və o günüm artıq beyin kodlandı ki, sən bu gün nəsə görməlisən, nəsə eşitməlisən, nəsə bir hadisə yaşamalısan və həqiqətən də yaşayırsan. Gün sonuna qədər, hətta 24 saatın sonuna qədər belə nəyisə yaşayırsan və bunu inanaraq etmək lazımdır. Bir dəfə inanmayacaqsınız, 2 dəfə, üçüncüdə inanacaqsınız və birinci növbədə çox böyük şeylər istəməyin ki, beyniniz buna inanmayanda artıq avtomatik olaraq o texnikadan vaz keçəcəksiniz. Ona görə kiçik şeylərdən başlayın. Məsələn, bu gün mən necə hiss etmək istəyirəm? Bu gün kimsə mənə kompliment etsin. Hətta bunu belə deyə bilərsiniz. Kimsə mənə sevgi söz desin. Heç vaxt qarşılaşmadığım bir insanla qarşılaşım, yəni arzusunda olduğum bir insanla qarşılaşım. Bu kimi sözlər deyəndə artıq kainata bir 24 saatlıq əmr vermiş oldunuz və onu mütləq həmin günü yaşayacaqsınız və hər gün bunu edirsiniz. İkinci növbədə bir stəkan su götürürsüz. Bilirsiniz ki, suyun hafizəsi var. Eyni zamanda suyu içmək sağlamlığa da xeyirdir. Təkcə şuurumuzu nəyisə danışaraq, pozitiv psixologiyaya yönləndirərək həyatımızı yaxşılaşdıra bilmərik. Bədənimizi də yaxşılaşdırmaq lazımdır ki, bu da bizim ruhumuza təsir eləsin. Və ruhumuzun da sağlam olması üçün bədənimizin sağlam olmaq vacibdir. Mən deyirəm ki, güzgüdə bax özünə 100 günlükdə 100 dəfə daha doğrusu deyirəm ki, səni sevirəm. Sən əgər kilolarınla bağlı problemin varsa, bədəninlə bağlı kompleksin varsa, bunu deyə bilməyəcəksən. Ona görə nə etmək lazımdır? Elə bu gündən etibarən sağlam qidalanmaya keçmək lazımdır. Sağlamlığa, yəni sağlamlıq deyəndə çox vaxt deyirlər ki, hə, detoks, diyet. Əslində dietin özü ruhumuzu sağlam etməyimiz üçün diyet deyil, gündəlik yaşanmış, yəni olmalı şeylərdir. Sadəcə biz onları elə eləmişik ki, sadəcə wow bir şeydir, bu diyetdir, mütləq diyet saxlamalıyam. Xeyr. Əgər ruhunuz öz yerində olsa, sağlamlığı öz yerində olsa, psixologiyanız yaxşı olsa, zaten siz özünüzü arıqlayacaqsınız və ya kökəlmək istəyən kökələcək. Yəni bunun bədənlə əlaqəsi yoxdur. Sən əgər kilolarınla bağlı problemin varsa, deməli sənin psixologiyanda doğru getməyən bir şeylər var. Emosional boşluqların var, emosional dolduracağın yerlər var ki, hansı ki, ya uşaqlığını bağışlamırsan, ya həyatındakı insanlara bağışlamırsan, həyatla bağlı qəzəbin var, kinin var. Buna görə də avtomatik olaraq çox yeyirsən. Nəyisə hansısa bir duyğunu basdırmaq üçün. O duyğunu tapanda artıq çox yeməyə ehtiyacın olmayacaq və bununla da belə yavaş-yavaş sağlam şəkildə arıqlayacaqsan. Nəsə bir kofe içməyə ehtiyac yoxdur, çay içməyə ehtiyac yoxdur, xüsusi bir diyet etməyə ehtiyac yoxdur. Və hər gün ən az yarım saat da olsa çölə çıxın. Havanı qəbul edin. Yay ayları da artıq. Qışda məsələn çox vaxt deyirlər ki, hə, qışdır, soyuqdur, niyə gedim? Yaydır, bəhanəniz yoxdur. Nə qədər bəhanə edəcəksinizsə, bir o qədər də həyatınızdan elə əvvəl necə idisə, 5 il əvvəl necə idisə, 5 il sonranız da olacaq. Amma yox, bu videoya baxaraq özünüzə bir motivasiya əldə edirsinizsə, baxın və edin. Etməsəz bunu ən yaxşı psixoloq belə gəlsə, yaxşılaşdıra bilməyəcəksiniz. Hətta seansa belə gəlsəz, fərdi seansa belə gəlsəz, o tapşırıqları yerinə yetirməsəz, onların heç biri sizin həyatınızda qalıcı bir xoşbəxtliyə səbəb olmayacaq deyə düşünürəm. Ballerina cappuccina? No, no, no. Ballerina cappuccino? Espresso. Bugün deyəsən balerina cappuccinodur. Yes. Pəmbiş. Ruhumuz
yazı yaşayır. Və çox gözəl duyğudur bu. Amma çox vaxt yaz fəsli olur, yay fəsli olur, amma ruhumuz qış olur. Ona görə də yaşaya bilmirik o yayı, qışı. Təzad yaranır. Yayı yay kimi yaşaya bilmirik, qışı qış kimi. Və gözləyirik ki, yay gəlsin, enerjimiz olsun. Yenə də köhnə mam, köhnə taz. Niyə? Çünki bizi xoşbəxt edəcək insanların həyatımızda olmadığını deyirik. Özümü sevmirəmsə, başqası məni sevə bilər. Xeyr, təbii ki. Özümü sevmirəmsə, yoldaşım sevər məni? Xeyr. Zaten bu belə bir şeydir ki, enerji məsələsidir. Sən əgər özündən kompleksin varsa, özünü ona layiq bilmirsənsə, kimsə də gəlib səni sevməyəcək. Ona görə də qadın enerjisi wow deyilir, qadın enerjini artır. Özünü sevməsən nə qadın enerjisi? Bəs nəyə görə bəzi deyilən məsələlər, misal üçün indi dediyiniz qadın enerjisi və ya başqa günə davamlı deyirlər xoşbəxt oyan, gülər üzlü oyan, bu kimi ifadələr işlədilir, amma əsas mahiyyət izah olunmur. Bu bir tapşırıq olaraq sanki deyilir və mahiyyət izah olunmayanda da qarşı tərəf, yəni bunu dinləyən insanlar da bir o qədər də doğru şəkildə dərk etmir. Yəni hər kəs sanki izah edənin dərk etdiyinə əsasən anlayır. Düzdür. Amma mən bu tapşırığı verməsəm, sən özünü necə hiss edərsən? Mən sənə mənim anlatdığım özümü o qədər belə sanki istəyirəm ki, bütün düşüncələrimin hər biri sizin beynimizdə o qədər otursun ki, artıq özünüz öz dəyərinizi haykırmaq istəyirəm. Anlayın artıq, anlayın, anlamırsınız. Nəysə bir şey olan kimi vəssalam, mənim həyatım belə gəldi, belə getdi. Mən layiq deyiləm, mən şanssızam. Mən bəxtim olsaydı oğlan doğulardım. Bu nə terminlərdir, bu nə söhbətlərdir? Bir də ən çox eşitdiyim söz var. Mən çox bədbəxt insanam. Haradan nə pis hadisələr varsa mənim başıma gəlir. Haranın narsisti var, məni gəlir tapır. Haranın dəyərsizi var. Başqasına ev alan, maşın alan sevgililərə baxıram, amma mənimki mənə bir gül belə almır. Bunun hamısı sənsən səbəbi. Bəsdirin, kənarda axtardınız bu problemləri, cavabını. Bəsdirin artıq bu insanlarda problemləri günahı kiməsə atmaq çox asandır. Və günahı kiməsə atdığımıza görə də, özümüzə tapmadığımıza görə mən hansı enerjidəyəm ki, bu tip insanları həyatıma çəkirəm? Budur, məsələ budur. Bugün müasir psixologiyadan danışırıq. Sigmund Freud'in psixologiyasından danışmırıq, Anna'nın psixologiyasından danışmırıq. Təbii ki, biz bunu seanslarda, gedişatda bu texnikalardan istifadə edə bilərik. Amma artıq gözünüzü açın. İnsanlara səni sevirəm demək, özümüzə səni sevirəm deməkdən daha asandır. Başqasına deyirəm, ay necə gözəl görünürsən. Niyə özümə demirəm bunu? Niyə özümdən bunu kəsirəm və başqasından bunu gözləyirəm? Başqasından təsdiq gözləyirəm. Başqası mənə xoşbəxtlik bəxş eləsin, başqası məni sevsin, başqası mənə hədiyyə versin. Tamam da bunları özün eləmirsənsə, ruhun buna öyrənməyibsə, səndən, məsələn, belə deyək də bunu, uşağa geyim almırsan ki, başqası alsın. Sən bunu uşağa öyrətməlisən ki, nəyi sevirsən, nəyi sevmirsən. Biz ilk addımları uşağımıza özümüz öyrədirik də bunu ki, bax bu rəngdə geyin, belə qəşəng görünürsən, bunu ye, bu vitaminlidir, bu sağlamdır sənin üçün. Bunu öyrətmirəm və deyirəm ki, nənəsi babası eləsin bunu. Və nənə baba da düzgün şəkildə edə bilmir. Çünki uşaq nə istəyirsə onu ərköyünlüklə etdiyinə görə qayda-qanunu daha çox ana-ata qoyur. Nənə baba qoya bilmir ərköyün uşaq böyütdüklərinə görə. Və biz artıq ruhumuzu ərköyün böyüdürük. Kimsə gəlir səni günahlandırırsa, deyirsən mən həqiqətən də eləyəm. Kimsə gəlir səni sevirsə, deyirsən hə, sevilirəm. Amma sənin özünün bir xarakteri yoxdur. Sən özünün xarakteri olmadan mən səni necə sevə bilərəm? Hələ sən özünü dərk eləmirsən ki, mən nəyi sevirəm, nəyi sevmirəm bu həyatda. Mən sizdən soruşsam ki, hansı yeməyi daha çox sevirsiniz, deyə bilərsiniz? Mən cavab verim buna. İzləyicilərimizin adından sən cavab ver. Mən şəxsən ət yeməyin hər birini sevirəm. Tamam, yaxşı. Hansı içkini daha çox sevirsən? Vişnə, meyvə şirəsi. Meyvə şirəsi. Ruhuna ən yaxşı gələn aktivitə nədir? Adrenalin olan hər bir şey. Ay sağ ol. Nəyi bastırırsan? Adrenalində qışqıraraq, bağıraraq,
o hissi yaşayaraq, həyəcanlanaraq, ürək döyüntüsünü artaraq nəyi basdırırsan? Yəqin ki, indiyə kimi deyə bilmədiyim o duyğuların sanki bir topluca isyanını. Bəli. Və bu gün sənin ruhuna xoş gələn bir şey, bunu analiz elə. Mən bunu niyə istəyirəm? Əgər sən adrenalini sevirsənsə, yüksəklik qorxun yoxdursa, paraşütdən atlanmağı sevirsənsə, hətta burdan görürəm gözlərim işıldadı. Bu belə nədir? Münasibətinlə bağlı desək, münasibətində özünü daha çox demək istəyən, anlatmaq istəyən tərəfsən. Çünki o içindəki o sanki vay qızlarımız deyirik ki, sinəm yanır Zəhra xanım, sözümü çatdıra bilmirəm, özümü isbat edə bilmirəm, mən elə deyiləm, mən belə deyiləm, mən bunu belə etmədim, bunu ona görə demədim, mən elə bir insan deyiləm deyən haykıran qızlar var. Adrenalini daha çox sevən qızlardır. Və yaxud da ki, uşaqlığınla bağlı, uşaq vaxtı səni kimsə günahlandırıb valideynlərin, özünü isbat eləmək istəmirsən, ağzını açan kimi sus, sakit dur, danışma, ağlama. Bu şəkildə deyilib. Və buna görə də sən artıq hər ağzını açdıqca susturulduğuna görə bugün o qışqırmaq, haykırmaq, həyəcan, adrenalin sənin o yüksəkliklə bağlı olan aktiviteni canlandırır. Bu hər bir şeydə keçərlidir. Yəni sevdiyimiz çox şey var da. Məsəl üçün gəzintiyə çıxmaq belə olsun, kitab oxumaq olsun, çiçək belə sevmək olsun. Yəni bu hər bir sevginin ardında nəsə yatırmı? Bəli. Çünki sən o qədər özündən üzləşməmisən ki, bugün sənin aktivitələrin, sevdiklərin əksəriyyəti hər hansısa bir duyğunu əvəz eləməkdir. Sənə gül gəlirsə, bunu çox sevirsənsə, sən özünü dəyərli bilmək istəyirsən. Və dəyərli bilinməmisən deyə, bugün sən aşırı dərəcədə gül sevirsən. Bunun aşırısından söhbət gedir. Aşırı adrenalin, aşırı hədiyyə, aşırı gül, aşırı gəzmək. Bu əvəz edici bir psixologiyadır. Hansısa bir duyğunu bununla əvəz edirsən. Çünki onda da həmin o duyğunu yaşayırsan. Bəs özüm üçün ala bilərəmsə o gülü? Tamamilə burada başlayır özünün sevgi. Sən bugün özünə o gülü qıyıb almırsan, başqasından gözləyirsən ki, sənə gül alsın. Alacaq, sənə yox. Birinci mən özümün ruhunu tanış eləməliyəm də ki, mən nəyi sevirəm, mən nə istəyirəm. Mən əgər gedirəm güllərin içərisində, qızıl gül də var, yasəmən də var, papatya da var. Sevgilim deyir ki, hansını alım sənə? Hansını istəyirsən al. Niyə? Deməli, mən seçə bilmirəm. Deməli, mən sevdiyimi bilmirəm ki, hansını sevirəm. Hansını mənə versə onu xoşbəxt hiss edərəm. Və buna görə də birinci gedib özüm onu almalıyam. Ki, daha sonra sevgilimə deyim ki, mən bu gülü çox sevirəm. Onun mənə hədiyyə olmasını çox sevirəm. Zəhra xanım, seçim dediniz bir şey yadıma düşdü. Bəs kiçik şeylərdə belə, yəni kiçik nəyisə alanda belə, ikisi arasında qalanda çətinlik yaşayanda, məsələn, bir marketə gedirsən, 2 şokolad da sevirsən. İkisini də al. Amma birini almaq istəyirsən. Ən çox onun həzzini, gözünü yumub onun həzzini yaşayanda hansının həzzini daha çox yaşayasın? Niyə məsələn meditasiyalarda falan gözlərimizi yumuruq? Sevgi sözü deyəndə gözümüzü yumuruq. Hətta seksdə belə gözümüzü yumuruq. O həzz duyğusunu gözümüzü yumduğumuz zaman bütün həyat sönəndə daha çox hiss edirik. Həyat sönür və ondan sonra həzz duyğusu başlayır önə keçməyə. Ona görə də biz daha çox yediyimiz yeməklərdə belə gözümüzü yumub onun həzzini alırıq. Çünki gözümüzü yumduğumuz an birdən həyatın problemləri, karmakarışıq olan o həyatımız və s. problemlər, bu hamısı sönür və sadəcə mən qalıram. Və o zaman mən həzz duyğusunu yaşayıram. Bəs son olaraq izləyicilərimizə, həmçinin mənə 21 gün tətbiq edəcəyim hansı vacib tapşırıqları vermək istəyirsiniz? 21 günün birinci günü. Bu proqramlama belə gedəcək. Birinci növbədə həyatımızda yaxşı sevgilini çəkmək istəyiriksə, yoldaşımızla aramızdakı problemi bərpa etmək istəyiriksə, problemlərimizi aşmaq istəyiriksə, uşaqlığımızdan barışmaq istəyiriksə, özümüzü sevməkdən başlamalıyıq. Buna görə birinci növbədə hər gün səhər-səhər kainata komanda verirsiniz.
Hər gün istisnasız bu birinci günün tapşırığıdır və bu o demək deyil ki, bu gün etdiniz, sabah etməyəcəksiniz. 21 gün müddətində hər gün bunu edəcəksiniz. Pəncərəni açdınız. Çalışın ki, səhər tezdən oyanasınız 12-də, 1-də, 11-də yox. 8-də, 9-da, 7-də oyansanız çox-çox yaxşı olar. Çünki havanın o an yaxşı olduğu bir andır, təmiz olduğu andır. Səhər oyandıq, pəncərəni açdıq. Bayaq da dediyim kimi, kainata mesaj göndərirsiniz. Məni bu gün xoşbəxt et. Xoşbəxt edəcəyim hadisələr yaşat. Mənə bu gün xoşbəxtlikdən uçacağım bir hadisə yaşat, insanla görüşdür. O duyğunu yaşat və mən onu anlayım ki, onu mənə sən göndərmisən. İkinci tapşırığımız hər səhər oyanan kimi kainata mesajımızı ötürdük, suyumuzu götürürük. 1 stəkan sudur. Suyun da hafizəsi var bilirsiniz. Suya nəyi deyirsinizsə o sizin ruhunuza xitam edir deməkdir. Hər gün səhifəmdə paylaşacağam bu arada. Hər gün akses sualları paylaşacağam. Özümü çox yaxşı hiss edirəm. Bu gün həyatımın son günüymüş kimi yaşasam, hansı duyğuları yaşayaram, hansı hadisələri yaşayaram. Bu günün mənə möcüzələri nələrdir? Bu gün mənə kimlər hədiyyə göndərə bilər? Bu gün özümü çox yaxşı hiss etsəm, hansı duyğunu kəşf edərəm özümdə və s. və s. İndi hər gün özümün postları olacaq, hekayə bölməsində baxa bilərsiniz. Burada Instagram səhifəmdəyim. Psixoloq Adnan Zəhra Zaidova Instagram səhifəsidir. Hər gün buna aid akses sualları paylaşılır və siz elə burada bu tapşırığı edə bilərsiniz. Bunu suya üfürdünüz, içirsiniz. İçdiniz, bütün ruhunuza təslim olacaqsınız. Yəni xitam olacaq və çalışmayın ki, səhər oyanan kimi ay tez durum yerimi yığışdırım, əynimi geyinim, durum yemək bişirim, uşağı oyadım. Yox. Ən az 3 dəqiqə sizdən vaxt istəyirəm. 3 dəqiqə bunlar, bu tapşırıqların hər biri bir 3 dəqiqəlik tapşırıqdır. Hər səhər oyananda 24 saatın 4 saatını, 5 saatını yatsanız, 20 saatını başqasına xidmət edirsiniz. 3 dəqiqəsini özünüzə xidmət edin. Və oyanan kimi heç bir halda ruhunuz o qədər tələsir ki, beyniniz o qədər tələsir ki, yaşanmışlıqlara, həyatın axışına. Heç nə olmaz, həyatın axışı orada durmayacaq. 3 dəqiqə özünüzə zaman ayırsanız, o günü daha verimli keçirdəcəksiniz. Suyu etdiniz, ondan sonra təşəkkür edirsiniz həyatınızda var olduğunuza görə. Oyandınızmı? Bu başqası oyana bilməz məsələn. Başqası yatdı, səhər oyanmadı. Buna belə şükür edirsiniz ki, hər səhər sağlam şəkildə oyandığım üçün şükürlər olsun. İşlərinizi görəcəksiniz. Başqasının kiməsə möhtacdır. Əli yoxdur, ayağı yoxdur, özünün ehtiyaclarını ödəyə bilmir. Bu belə sizin üçün bir təşəkkürdür. Həyatınızda nəyə şükür edəcəksinizsə, təşəkkür edəcəksinizsə, onu həyatınızda çoxaldacaqsınız. Daha çox problemlərdən danışacaqsınızsa, problemləri həyatınızda çoxaldacaqsınız. Həyatınızda var olanlara təşəkkür edib, xəyallarınıza belə təşəkkür etsəz, o zaman bunu daha çox çoxaldacaqsınız. Bir dəftər tutursunuz, duyğu dəftərin olsun. Növbət dəfə səndən də bunu istəyəcəm. Bu duyğu dəftərinə hər gün 5 dənə şükr edəcəyin şeylər, həyatında var olan. 5 dənə həyatında var olan, oyandığın üçün təşəkkür et, sağlam olduğun üçün təşəkkür et, düşüncə gücünün olduğu üçün təşəkkür et, zehninin sağlam olduğu üçün təşəkkür et, qalacaq evin olduğu üçün təşəkkür et, övladının olduğu üçün təşəkkür et. Bunu etdin, növbəti 5 dənəni həyatında nə istəyirsənsə, həyatına çəkmək istəyirsənsə, onun üçün təşəkkür et. Evin yoxdurmu? Həyatın hardasa, məsələn, 3 otaqlı bir evimi istəyirsən hardansa, onun üçün təşəkkür et, varmış kimi. Yəni şuurla şuuraltının arasındakı fərq bu odur ki, güya biz indi sonlandırırdıq bunu, biraz da mövzunu uzatdım. Şuuraltı bunu qəbul etmir. Yəni şuuraltı gerçəkliklə yalanı ayırd etmir. Ona görə çox vaxt yalan danışdığımız şeylər başımıza gəlir. Səhər-səhər oyanırıq, müdirə deyirik ki, qızdırmam var, gələ bilmirəm. Həqiqətən də həmin günü temperatur nəzərə çəkirik və yaxud da halsız keçirdirik həmin günü. Çünki dediyimiz hər bir söz, ağzımızdan çıxan hər bir kəlmə evrənə yayılır və ikiqat olaraq, bumeranq olaraq bizə qayıdır. Buna görə də evin yoxdurmu? Cibində 5 manat pulun mu var? Heç nə olmaz de. Xəyal etmək ki, pulla deyil. Xəyal et. 3 otaqlı evdə gəz. 5 dəqiqəlik bir vizualizasiya et. Yerindən çıxmadan gözünü yum, o evdə gəzdiyini düşün, o maşını sürdüyünü düşün, o ölkəyə getdiyini düşün və 21 günün sonunda görəcəksiniz ki, həyatın qaynaqları o qədər çoxdur ki, heç ummadığınız bir insan sizə o bilet ala bilər. Heç ummadığınız bir yerdə bir kampaniya düşüb o evi ala bilərsiniz. Həyatın sizə gətirdiyi möcüzələrə açıq olun. Və 4-cü tapşırığımız bu olacaq ki, 100 dəfə, çox böyük görünə bilər, amma et. 100 dəfə səni sevirəmdir. Hər gün səni sevirəmdir. Özünlə barışıq halına keçəndən sonra avtomatik şuuraltı
daha doğrusu şuur yelkənləri endirib bütün estafeti verəcək şuuraltıya. Və şuuraltıya verəndən sonra siz şuuraltınızı idarə etsəz, görəcəksiniz ki, sahib olmayacağınız heç nə yoxdur bu həyatda. Allah sizi bədbəxt olmaq üçün yəni yaratmayıb. Xoşbəxt olmaq üçün yaradıb. Bizi bədbəxt edən yenə də bizik. Bizim ağzımızdan çıxan sözlərdir. Ona görə bu gün bədbəxtdirsə başqasından günahlandırmayın. Öz sözlərimizə görə, öz düşüncələrimizə görə, öz qorxularımıza görə bədbəxtlik. Xoşbəxt nə olmaq istəyirik? Tamam, o zaman 21 günlük bir sizə marafon elan edirəm. Qoşulun və baxın görün ki, 21 gündə nələr dəyişəcək. Təşəkkür edirəm Zəhra xanım. %100 əminliklə deyə bilərəm ki, dediyiniz hər bir tapşırığı birə-bir eynilə etməyə çalışacağam. Hətta siz təsəvvür edin dedikcə mən biraz vizual olduğuma görə gözümün önündə canlandırırdım və o hissi istər-istəməz öz daxilimdə hiss edirdim. Və bu belə sənin xoşbəxt olmağın üçün çox gözəl vasitədir və təsəvvür et ki, həmin günü göydə uçursan. Və belə çox təəssüflər olsun ki, müzakirəmizin sonuna yaxınlaşdıq. Ümid edirəm gələcək rubrikalarımızda da təkrardan görüşək və sizinlə qarşı-qarşıya bu cür müzakirə etmək mənə çox xoşdur. Gələcək dediyimiz sabah. Sabah yenidən sizlərləyəm. Bu çox sevindirdi məni. O zaman buradan izləyicilərimizi də bir sağollaşaq. Buyurun Zəhra xanım. Hələlik. Özünüzə yaxşı baxın. Sabah yenidən sizin evinizin qonağı olacağam. Və bundan sonraki bütün günlərdə evinizin qonağı olacağam. Tapşırığı etmədən digər ikinci bölümə keçməyin xahiş edirəm. Çünki ikinci bölüm birinci bölümün ardı olduğuna görə özünüzü yaxşı hiss etməyə bilərsiniz. Təşəkkür edirəm izlədiyiniz üçün. Sabah yenə də Psixoloq Zəhra Zahidova kanalında sizi gözləyəcəm. Hələlik. Birini atlasaz təzədən qayıdıb yenidən baxmalı olacaqsınız. 21 gün davam etməlidir. Bay dış ses.